Deməli dostlar, müqayisə dərəcəsini yaxşı-yaxşı öyrəndiniz, cümlələrini təkrarladınız, tekstlərini oxudunuz, hamısını qəşəng yoğurdunuz, mənimsədiniz. İndi üstünlük dərəcəsinə baxın. Bu xatırlayırsınızsa əvvəl yazdığımızdır. Deməli, dedik ki, good, better olur. Üstünlük dərəcəsi nədir? Bu nə idi? Bir dənə bunu təkrar edək. Bu daha idi. Yəni daha yaxşı, daha pis, daha isti, daha soyuq, daha maraqlı, daha bahalı və s. Bir də var deyirik ki, ən maraqlı, yəni üstünlük dərəcəsidir. Yəni bundan o tərəfə yoxdur. Məsələn, deyirəm ki, bu ən bahalı telefondur. Yəni ondan bahalı telefon yoxdur, üstünlük dərəcəsində. Necə olacaq? Yenə təbii ki, kökündən dəyişənlər var, tək hecalılar var, çox hecalılar var. Tək hecalılar belə olacaq. Good olacaq, best. Bunlar, bir dənə trik sizə, həmişə the article ilə işlənir. Baxın, həmişə. Okay. The best, yəni ən yaxşı. Ən pis olacaq, the worst. W-O-R-S-T yazılır. The worst, yəni ən pis. Görsənir? Hot, axırına R artırmışdıq müqayisə dərəcəsində. Üstünlükdə est artıracağıq. Hottest olacaq. Ən isti otaq. The hottest room. Bu ən isti otaqdır. This is the hottest room. Bəs bu necə olacaq? Most artıracağıq əvvəlinə. Deyəcəyik ki, əvvəl necə dedik? Deyirik ki, more beautiful, daha gözəl. İndi deyirik ki, most beautiful və the article-ını yadımızdan çıxartmırıq. The most beautiful girl, ən gözəl qız. The most interesting lesson, ən maraqlı dərs. Bax, bu tablonu gözünüzlə çəkin, beyninizdə saxlayın ki, düzgün praktikalar eləyə biləsiniz. Bu praktikaları elədikcə artıq siz yavaş-yavaş görəcəksiniz ki, artıq fikirləşmirsiniz ki, müqayisədə mor olurdu, R artırırdıq, kökündən dəyişirdi, avtomatik qurmağa başlayacaqsınız. Ona görə də yoldaşlar, yaxşı-yaxşı praktik eləyin, tapşırıqları tam şəkildə öyrənin. Bu mövzuya irəliləyən dərslərdə yenə gələcəksiniz, amma bunu bilmədən irəliləyən dərslərdə çətinlik çəkəcəksiniz. Mütləq şəkildə praktikalarını yaxşı eləyin, növbəti dərs görüşərik, özünüzə yaxşı baxın.